Merhaba, bugün advent kalender açırıq. Bu benim. Ayda heyecanlı kusura bakmayın da, tamam mı? Hayatımda birinci seferdir ki advent kalender açacağım. Ona göre gelin tez baxaq. Görə içində nələr var? Onda başlayaq. Qutumuz açaq. Evet, birinci hissədən başlayaq. Mənim ən uğurlu rəqəm olan 7-dən başlayaq. 7 nömrə. Belə bir üzük. Yanında da lotus broşkası. Dırnaqlarımı görürsünüz, maşallah. 8 nömrə. Lotus gülü. Bu səfər qızılı rəngdədir. Yanında qırmızı qolbaq. Görək buradakı mesajımız nədir? Bir necə görsənir, görmürəm ha arxanı. Ayda baxdım çox qəşəng görsənir. Birdən çaşarsız saçlarıma gözünüz dəyər. 5 nömrə. Üzük, pişik yeməyi. Və burada saklanan bir şey var. Bu daş mənfi enerjiləri məhv edir. Sonra 4 nömrə. Sırğa. Taxaq. Gəldik şeytan rəqəminə. Görək şeytan rəqəmində nələr var. Çox incə daxı. Çox qəşəng. 2 nömrə. Yenə bir dənə üzüyümüz var. Əllərim çox qəşəngdir. Mən vəbşə gedim əl mankenliyi eləyim. Düz demirəm. Düz deyirəm. Mən nə deyirəm? Düz deyirəm. Bir də çay var, Şrilanka çayı. Bunu mən içmişəm. Həqiqətən çox dadlıdır da. 3-cü qutunu açmaq istəyirəm. Bayağı zevkli. Qəşəng bir dənə qolbaq var belə. Parıl deyir. Buna baxın. Çox incədir. Sonra birinci nömrə. Belə bir 4 yapraqlı yonca. Sonuncu qutumuzdur. Təbii daşlar. Təbii daş inanırsınız siz. Bu arada bu daşları mən rənginə görə bəyənib seçməmişəm, amma hamısı mənim doğum xəritəmə uyğun olaraq seçilibdi. Bir ametist qolbaq. Oo, çox qəşəngdir. Belə bir daş. Bu çox yaraşacaq mənə. Belə var. Bunda demişlər ki, kaşloku atarsan. Günlərin birində bacılar qərara gəldilər ki, ardında oxumuram. Sirlidir. Çox qəşəng idi. Hər birini çox bəyəndim. Zinətliyə çox təşəkkür edirəm. Ümid edirəm siz də bəyənmisiniz. Hansı aksesuar daha çox sevdiniz? Rəylərdə yazmağı unutmayın. Sağ olun.